sevinirəm, dünya qədər sevinirəm o torpaqlar alındığına görə. Üstündən keçmişdi tam. Mən onu orada bir-bir yığdım, balaca bir qutu düzəltdim. Məni qoymayırım, bacılarıma çatım. Eləsi olub ki, bir ana bir balayam, qoyma məni öyle. İlk dəfə gözüm açanda özüm eşitdim ki, deyirlər ki, cavandı tabutun yaxşı düzəltdirim. Xoş gördük, hörmətli izləyicilər. Bu günlərdə bütün Azərbaycan Qarabağdır. Bildiyiniz kimi hamımız, bütün Azərbaycanlılar özlərini Qarabağlı və Qarabağda hiss edirlər. Lakin bu Qarabağ uğrunda birinci müharibəmiz deyil. Bildiyiniz kimi 90-cı illərdə də biz bir çox şəhidlər vermişik, bir çox Qarabağ qazilərimiz var və əminəm ki, indi ən çox onlar sevinirlər. Və həmin hadisələrin canlı şahidi, həmin illərdə əskərlərə tibbi yardım göstərmiş Dilafruz xanım Hüseynova bugün qonağımızdır. Xoş gəlmişsiniz Dilafruz xanım. Çox sağ olun. Neçənci ildə getdiniz? Mən 90-cı ildə getdim müharibəyə. Hardan getdiniz? Elə Ağdamdan getdim, amma belə bir iş vardı. Mənim əmim uşaqları vardı. Sırxavətdə ot yığarkən ermənilər o maşının üstündə onları yandırmışdılar. Elə otun içində, maşında. Ona istinad elədim, anam razı deyildi getməyimə, getdim. Ağdamdan getdiniz, yəni sizi heç kim məcburi göndərməmişdir, özünüz istədiniz getməyə. Birinci özüm getdim, ikinci amma əmrlə getdim. Müdafiə Nazirinin əmri ilə. Çünki mən ixtisasım ferşildir, indi hal-hazırda ehtiyatdayım da, nə vaxt çağırsalar yenə gedəsiyim. Müdafiə Nazirinin əmrim verildi, 5 kişi əskərimiz vardı, 6-cı əskər mən oldum, elə əmrim də 6-cı verildi, 6 nömrünə əmrlə getmişdim. Azərbaycanda elə bir ki, ilk özünü müdafiə batalyonunun qurucularından biri də mənəm. Çox xanım vardı, yoxsa? Elə xanımlar yoxdur. Mənim 2 dənə medsestram vardı. Mən tibb xidmət giziriyəm. Mənim 2 dənə tibb bacısı vardı mənim yanımda. Mənim özümün addelini elə bir ki, sanitçastım vardı. O sanitçasda yüngül yaralılara mən özüm baxırdım. O qızlar da mənim yanımda işləyirdilər. Getdiniz, birinci hara getdiniz və ilk yaralılarınız necə qəbul edildiniz? Qurabatginlə Əmrallardan başladıq döyüşə. Orada itkimiz olmadı, yaralımız olmadı, amma güclü döyüş getdi orada. Sonra yavaş-yavaş, ondan sonra ilk yaralım oldu. İlk yaralım da oldu, daha doğrusu yaralılar çox oldu. Yüngül yaralıları götürürdüm öz sanitçasına, amma ağır yaralıları həmən hospitala təhvil verirdim. Dilafruz xanım, orduda ümumiyyətlə özünüzü necə hiss edirdiniz əskərlərin içində? Yəni hamısı kişi, siz xanım? Mən 580 dənə əskərin içində olmuşam. Rəhmətlik sərkərdəmiz Şirin Mirzəyev milli qəhrəman, Azərbaycan milli qəhrəmandır. Həmişə deyərdi əskərlərə ki, siz xanım sizin içinizdə olsun, sizin hamınız onu tanıyın, o da sizi tanısın. Ola bilər elə bir yerə düşərsiniz, bir-biri tanımazsınız. Oldu mu? Elə bir yerə düşdünüzmü ki, ehtiyac oldu buna? Elə bir yerə düşdük deyəndə mən həmişə əskərlərə nişanə qoyurdum. Necə qoyurdum? Necə? Qollarına bağlayırdım. Biz elə bir ki, bizim privetkamız vardı, baxırdıq, əgər erməni əskərləri qırmızı bağlayırsa, biz ağ bağlayırdıq. Onlar ağ bağlayırsa, biz qırmızı bağlayırdıq. Ki, bir-biri səhv salmayaq. Biz bir-birə nişanə alıyıq, ona görə biz bir-biri anlayırdıq da, bilirdik ki, kimdir. Belə bizim parollarımız vardı. Xanımsınız, yəni həkim də olsaz, felçer də olsaz, tibb bacısı da olsaz, bir xanım üçün birdən-birə elə döyüş bölgəsinə düşmək, bu qədər yaralı görmək, bilirsiniz ki, xanımlar adətən belə ağlağan olur. Olurdu elə hadisələr.
Biz döyüşə gedəndə çox möhkəm olurduq. Amma mən sizə deyim ki, mənim atam Laçınlıdır. Mən orada at belində olmuşam həmişə. Əlimdə avtomat oynatmışam. Əlimdə silah oynatmışam. Pastiyanlı tapança oynatmışam. Mən kiçik vaxtlarımdan o silahlarla məşğul olmuşam. Ona görə mənim üçün çətinlik vermədi. Amma düzdür, o yaralı görmək, yaralı elə o deyək ki, bir güllə dəyə, bundan məsələ həll ola yox. Elə olur da askol parçalayırdı, onu bir yerə yığmaq lazım olurdu. Ona tab gətirmək olmur, amma elə bir ki, bir ana kimi qəlbim sızlayırdı. Evdə sizə deyən yox idi ki, qızım, bacım, hara gedirsən? Yəni, orada kifayət qədər kişi var. Mənim bir anam var. Allah elə ananı hamıya qismət eləsin. Amin, Allah can sağlığı. Anam çox mərddir. Anam, mən yaralandım, gəldim, çağırdılar ki, ana, gəl qızına halallıq ver də, götürük Bakıya, bilmək olmaz, ölər qalar. Anam gəldi, durdu başımın üstünə, deydi, qızım, sən ağlamayacam. Ona görə ağlamayacam ki, səni vətənimə, torpağıma qurban demişim. Bir də sən ki, öz qanını, öz torpağına çilədin, öz qanının, öz torpağını yoğurdun. Sana verdiyim süt halalım olsun, get qızım, mən səni ağlamayacam. Bax, mənim elə bir mərd anam var. Harada yaralanmışdınız, necə olmuşdu? Mən Ağdərənin Qazancı kəndində yaralanmışam. Hələ mənim yaralandığım yer alınmayıb. Hələ mənim, necə deyirlər, mən sevinirəm, dünya qədər sevinirəm o torpaqlar alındığına görə. Amma hələ mənim yaralandığım yerdən xəbər yoxdur. Olar inşallah. O olanda daha da çox sevinəcəm. Çünki niyə? Mənim orada qanım axıb. O torpağa mənim qanım səpələnib. Ümumilikdə hansı rayonlarda oldunuz o vaxt? Heç olmadığım yer qalmadı. Əmrallardan başlandı, ta Sirxəvənd, Umudlu da mühasirədə qaldıq. Kəlbəcəridir, Laçınıdır, Şuşadır, nə bilim, Daşaltıdır. Heç bir olmadığım yer qalmıyor. Sirxəvətdir, Çıldırandır, Vəhdi, Dovşandır, onların hamısında mənim iştirakım oldu. Dilinizdən eşitmək istəyirəm bu mühasirə tarixinizi. Bizim mühasirə tariximiz qış ayları idi. Dedilər ki, Umudluda bəs vəziyyət ağırdı. Bizi götürdülər ora. Qabaqcan bir dəstə getmişdi. Sonra dedilər ki, ora həkim lazımdır. Mən vertolyotuna uçdum ora. Tək getdiniz? Qabaqcan uşaqlarla getdim, bir dəstə uşaqla. Sonra qayıtdım, tərzdən bir də tək getdim. Çünki ləvazimat aparmağa gəldim, dava dərman. Getdim, sonra da çıxa bilmədik. 2 ay yaxın qaldıq orada. Bizə başçılıq edən arkadaş ləqəbli Fəxrəddin müəllim vardı. Fəxrəddin Rəcəbov. O idi, sonra kəşfiyyatın komandiri Əkbər müəllimidir. Sonra rəhmətlik şəhidimizdir, şəhid oldu. Sənanıdır. Çox əsgərlərimiz, hardasa 35 əsgərimiz vardı orada. Biz onlarla getdik, bir daha çıxa bilmədik, qaldıq orada. 2 ay yaxın qaldıq. Necə qaldınız orada 2 ay? Yəni bir evdəmi deyim, bir kənddə mi deyim, hansı? Bir kənd idi, Umudlu deyiləm, elə böyük yer deyildi, balaca bir yer idi, Mirovun ətəyi idi. Kərəmlidən yuxarı idi. Amma orada məsələn, uşaqlar postlarda olurdu da, postlarımız vardı. Bütün kəndin boyuna postlarımız vardı. Orada uşaqlar postda olurdu, zamin edirdilər, bir-birini dəyişirdilər, gətirirdilər. Orada yaralım da oldu, ağır yaralananlarım oldu orada. Biri, daha doğrusu, qılçası amputasiya olundu. Biri yenə də qılçasından yaralandı, atdılar. Onu gətirdim, özüm təhvil verdim.
vertolyot Rusla danışdım, vertolyot göndərdilər. Komandirimiz də danışdı, mən də danışdım. Vertolyot göndərdilər, götürdüm ondan, aldım, təhvil verdim. Ağdamda rəhmətli Mirzəyev, onda sağdı, Şirin Mirzəyev. Sonra bir daha getdim, ləvazimat aldım, bir də qayıtdım. Daha doğrusu ondan sonra heç çıxa bilmədim, qaldım 2 ay orada. Biz orada çox əziyyət çəkdik. Yəni, mühasirə demək nə deməkdir? Çay qış yox, vaxtı, qış, qar yağıb, qar qapını alıb, çay yox, su yox, yemək yox. Məsələn, bayıra çıxmaq olmaz, görən kimi atırdılar. Amma bizim üstümüzcə gedən o, hansı ki, Rəcəbov vardı, komandir, arkadaş ləqəbli. Arkadaş bizi çox gözləyirdi də, elə bir ki, başlı başına buraxmazdı uşaqları, heç vaxt. Oranın elə bir ki, polis işçiləri vardı, onların oazları vardı, o oazla mən yalnız gedib gəlirdim kəndin arasını. Çünki orada çox yaxınydıq onlara, o düşmənlərimizə çox yaxınydıq. Orada nə desən eləyə bilərdilər. Sonra elə çıxanda o oazı şuun içində buraxıb çıxmışdılar, xodda qoyub. O oazın şoförü Talih müəllimidir. Elə oazı xodda qoyub çıxmışmışlar. Ən axırda Rəcəbov çıxdı, arkadaş. 15 uşaqla, onun haradasa 5-mi, 6-sı Umudludan olub, kənd uşaqları olub. Qalan bizim uşaqlardan olmuşdu, bizim əskərlərdən olmuşdu. Onlar piyada yolla mürov açmışdılar Kəlbəcərə. Kəlbəcərdən maşın verib yola salmışdılar. Kəlbəcər elə bizdə idi? Kəlbəcər o vaxt bizdə idi. Mürov da bizdə idi, Kəlbəcər də, Kərəmli də, elə bir Umudlu da bizdə idi. Amma da axırı son biz çıxanda Kəlbəcəri götürdülər. Çünki biz oradan Masxalatın azadla çıxmışıq. Bəs nə yeyirdiniz, nə içirdiniz orada? Sənə deyim ki, elə bir yeməyimiz, içməyimiz yoxdur. Elə bir təəddüzüf dolanırdı. Neçə nəfər? Haradasa 35-36 nəfərdik. 35-36 nəfər, 2 ay boyunca, qış vaxtı. 2 ay boyunca mən 2 dəfə gəldim, qayıtdım. Onda biraz produkt götürdüm. O da nə produkt etsin? Ələlxüsus dava dərman götürməyə gəlmişdim. Həm yaralı gətirmişdim, həm dava dərman gətirmişdim. İcazə verdilər yaralıları çıxartmağa? Yaralını vururdular kəndin içində. Yaxınıdıq da, biz çox yaxınıq vermək. Kəndin içində vururdular, həmən götürürdüm. Mən heç vaxt qoymamışam yaralını qan itirə. Gedə, heç vaxt qoymamışam. Şəxsən özümdən belə qan çəkib ona vurmuşam, yaralıya vurmuşam ki, ölməz. Bəs o cür səhra şəraitində hansı tibbi əməliyyatlar eləmişsiniz? Bax, mənim orada həkimlər çıxmışdı, həmən Umudlu deyilən yerdə. Orada medbuk mənim üçün qalmışdı. Orada məsəl 12 güllə doldu birinin qulçasına, tam ilyə dolmuşdu. O adamı bir sutka saxladım, qoymadım zəhərlənmə getsin. Sonra vertolyot çağırdı, qoydum vertolyota. Framoy göndərdim Bakıya. Bakıda da çatandan sonra amputasiya eləmişdilər. Çox mənə pis təsir eləmiş bir hadisə danışmışdınız, yəni sizin dilinizdən mən eşitmişəm. Belə deyək də, əskərimizin birinin başının kəsilməsi. Xatırlatmaq istəmirəm, bilirəm pis təsir eləyir. Yenə də necə baş vermişdi o hadisə? Kökəltmə deyilən yer vardı bizdə. Sarcalı. Sarcalıya gəldik. O oğlanda 5 günümüz toy eləmişik. Afser. Afserdən də ki, zabit idi bizim. Ağcabədidən idi? Ağcabədidən deyildi. O da bizim zonadan da. Amma qaçqın kimi ora getmişdilər. Nəysə, burada qarışdıqda elə bir yolun o üzü asfalt gedir, ortada magistralda Ağdamın asfaltı yoxdur, yox. Onun o üzü olardı, bu üzü biz qabaq-qabağa durmuşuq. Burada möhkəm döyüş getdi, möhkəm. Bu uşağı nətər olursa götürmüşdülər. Hansı ki, o zabiti götürmüşdülər, leytinatı. Onu siz gördünüz, necə başını kəsdilər? Hamı gördü onu, hamı gördü. Amma kömək eləyə bilmədik, imkan eləyə bilmədik.
Çünki onların tanklar, toplar əllərində, bizdə də nə tank var, nə top var. Mən getdim onu götürdüm, ayaq-yalın getdim mən. Keçdiniz ermənilər tərəfə? Keçdim onlar tərəfə. Keçdim, tam keçdim onlar tərəfə. Onlar tankı zapravka edirdilər, başları qarşıdı. Mən bundan istifadə elədim. Görmədilər sizi? Görmədilər, görsəydilər zapravka mənə götürərdilər. Özdəki heç qoymazlar, nəfəs çəkir. Çünki çox yaxınıdıq. Tankla o zabitin mən götürdüyüm yerin arası heç bir şeydir, heç bir şey. Yeriyə gəlib məni götürə bilərdilər. Amma mən onu sürünə getdim, onu oradan ayağımdan yapışdım. Sürüyə. Çəkdim tənəyin arasına, ondan sonra tutdum. Ayaq yolunu mən oradan çıxardım. Mən qoymadım ki, o orada qalsın. Mən getdim onun başını tutdum. Həmin yerdən? Həmin yerdən. Kəsib atmışdılar. Kəsib qoydular tankın üstə, götürüb getmək istəyirmişlər. Bir də ulduzları. Düşüb tankın qabağına üstündən keçmişdi tank. Mən onu orada bir-bir yığdım. Balaca bir qutu düzəltdim. Apardım onu, yığdım qutuya, ağzını bağladım. Gecəykən onu apardıq. Onu özünə təhvil verdik, gəldik yerində. Sonra heç gedib baş çəkmişsiniz o qəbrə? Getmişik. O vaxt oralar bizdə olanda getmişik. Elə bir ki, onun o başı kəsilən yerə də getmişəm. O bizdə olan vaxt. Sonraki aldılar, daha gedə bilmədik. Çox ürək ağrı verən bir şeydir. Çox. Mən onu necə apardım, onu necə mən yudurtdum. Mollanın bir at qaz elədi, mollanı vurmuşdum az qala avtomatla. Qorudular, uşaqlar qorudu. Daha doğrusu avtomatı vurdular, 30 patron havaya uçdu. Ki, molluya dəyməsin. Çünki bu bunun yolunda bu başını itirib də. Bu bundan at qaz eləmək nə deməkdir? Sonra gitmişəm Ağcabəddinin qəbristanlığında onu yudurtmuşam. O vaxt da dindar idiniz yoxsa? Yox, o vaxt dindar deyildi. O vaxt mən uzun saçlarım vardı. Yığırdım hamağın altına görürdüm. Bəs nə vaxtdan? O ki, müharibədən ki, döndüm. Ondan sonra mən yalnız Quranı götürdüm, dua elədim. Quranı ərəb dilində də şey oxuyuram. Yoldaşım öyrədib məni, hocam yoldaşımdır, namaz qılıram. Amma ondan qabaq dindar deyildim. Çünki ondan qabaq ola da bilməzdim. Vayenli ilə, özün şey olasa, hərbiçi olasan, özdə düz gəlmirdi. Çünki orada mən namaz qıla bilməzdim, orada mən Quran oxuya bilməzdim. Orada mənə lazımdır cəld olam, orada mənə lazımdır bu əskər burada yaralandı, onu götürəm oradan ora, oradan ora. Bu mənə şey olmurdu da, mənə xas deyildi. Xocalı hadisələrində haradaydınız? Xocalı hadisələrində biz onda heç umutluya getməmişdik, mühasirəyə düşməmişdik. Xocalı hadisəsində biz çasdaydıq. Bizə əmr gəldi, biz gedirdik köməyə. Şəxsən mən veşmişomu yığdım, geyindim, sumkamı götürdüm. Belimdə pistolet, əlimdə avtomat, boy. Həmişə sinəmizdə qranatlar belə bağlı olurdu ki, havaq girov düşsək. Şəxsən mən heç vaxt erməniyə girov düşməzdim. Həmən o qranatı açıb özümdən başqa da bir 5 nəfər ermənini məhv eləməliydim. Bizdə tapşırıq da belə idi, özümüz də belə fikirləşmişdik. Hazırlaşdıq, getdik, bizi yoldan əmr verildi, geri döndərdilər. Daha getməyin. Amma, məsələn, Xaçından, Xaçının o tayından, meşənin ətəyindən biz o yaralıları, ayaqları donmuşları, şəxsən mənim sanişasımda haradasa bir 15 nəfər, 20 nəfərə qədər qadın vardı. Yığıb körpə uşaq vardı, qadın vardı. Gətirib orada mən onların ayaqla müalicə eləmişdim. Ya qəbul edirdiniz? Qəbul edirdik. Qəbul edirdik, özümüz gedib götürürdük. Belə köməyimiz dəyif. Orada ruh yüksəkliyi necə qorunur ümumiyyətlə? Bax, mən deyim sizə, bax, biz çıxanda, şəxsən mən, komandir deyirdi ki, xanım, siz getmişsiniz. Deyirdim, komandir, o uşaqlar həkimsiz gedib nə qayrar? Onun biri yaralansa qan itirib öləcək. Deyirdi, yox, siz getmişsiniz, möhkəm yerə gedirlər bunlar. Olmaz. Amma ağlaya-ağlaya gedirdim, avtomatın birini tez əl atırdım, o vaxtda bizim yoxdu axı.
Sizə verilmir. Biz yox, vəhşi bizə yox, heç silahımız yoxdur. Erməni ilə biz əlbəyaxa döyüşə çıxıb silahlar gətirirdik ki, məsələn, bu günlərin 5 dənə avtomatımız var, sabah 15 dənə eləyirdik onu. Gedib əlbəyaxa, onların avtomatları götürüb, gətirib istifadə edirdik. Pulla patron alırdıq. Uzundərədən Ruslar. Uzundərədə baza vardı. Rusun bazası oradaydı. Biz gedib oradan patron alırdıq. Patronun birini 1 manat alırdıq. Özümüz üçün. Əskərlər hamısı. Belə ordunu birinci biz belə qurduq da, özümüz elədik də, qurduq, yığdıq. Sizin ətrafınızda olan əskərlər daha çox yerli cəmaat idi, yoxsa xidmətə gələn? Yerli cəmaat da vardı, kənardan da vardı, Naxçıvandan belə bizə əskər gəlmişdi. Bir dəfə mən öz sanişastıma qayıtdım, rəhmətli Çingiz Mustafayev. Bir də gördüm ki, arxadan çiynində gəlir, kamerası gəlir. Gəldi, mən tez düşən kimi, skordan düşən kimi getdim, geyindim xalatı. Həmişə xalat geymirdim. Çünki hərbidə axı boy döyüşdə xalat lazım olmur da, həmən vurarlardı. Voyenli formada olurdum həmişə. Amma sançasına girən kimi xələt geyinirdim. Demək, tez getdim, xələti geyindim, biksi götürdüm, yaralı vardı sarmaq üçün. Biksi götürəndə qayıtdı ki, bir də gördüm, belə döndüm ki, bu çiynində kamera gəlir, qayıtdı ki, bəyək ki, əskər geyimi, indiki xalat. Necə gözəl yaraşır Dilafruz xanıma. Deyəndə mən çöndüm buna, dedim, siz məni hərdən tanışsınız. Dedi, xanım, sizə bir xahişim var, bir də məni üzrə hesab edin. Dedim ki, buyurun. Dedik, bəs mən sizi özünüzdən xəbərsiz çəkmişəm. Bilirəm, olmasıdır, gərək öz-özə deyib çəkəydim. Amma mən sizi çox çəkmişəm özünüzdən xəbərsiz. Demək, mən hara getmişəm, harada olmuşam, bunların hamısını bu çəkib, mənim xəbərim olmayıb. Elə indi biz qəfildən üzləşmişik. Dedim, eybi yoxdur, çəkmişsən, çox sağ ol. Heç olmasa indən belə çəkəndə deyilən özümüzə. Belə gülümsündü, dedi ki, sağlı olsun. Yaralandım, hospitala düşdüm. O həmən günü bana zəng elədi. Elə bir ki, özünün şəhid olmamışdan bir gün qabaq. Dedi ki, Dilafruz xanım, dedi, mənim sizə böyük bir sürprizim var. İndi nə çəkmişdi, nə komlamışdı, bilmirəm. Dedim ki, indi bilirsiniz də, mən hospitaldayım. Biraz özümə gəlmişdim. Dedi, bilirəm. Dedi, gələndən sonra Allah qoysa mən o sürprizi sizə yetirəcəm. O səhəri gün eşitdim ki, bəs şəhid olub. Bax, elə jurnalistlərimiz də vardı, yaxşı. Tapıldı o çəkdikləri, yoxsa? Heç kim bana heç nə vermədi. Elə mən bunu efirdən səsləndirirəm ki, əgər hər kəs də onun çəkilişindən varsa, çıxartsın mən də görüm. O sürpriz nə idi, o bana qaranlıq qaldı. Dilafruz xanım, yaralananda neçə yaşınız var idi? Cavanıdım. Ümumiyyətlə, orduya gedəndə neçə yaşınız var idi? Yəni, təxmini doğrusu. Təxminən 35 heç olmazdı. 35 oldu. 4 uşağınız vardı 4 uşağım o vaxtda. Nə boydaydı uşaqlar? Uşaqlar balaca-balacaydı. Oğlum laf 2 yaşı vardı. Oğlum balacaydı. Anam saxlayıb onları mənim üçün. Onlar sizə gözləyirdilər gələndə? Mən bu mühasirədə qalanda kimsə gəlib deyib ki, bəs şəhid olub, başını kəsib erməni aparıb. Mən oradan azad olub gələndə o mühasirədən gəldim ki, mağar qurublar, ehsan verirlər. O böyük uşağın dodağı partlayıb, qızım. Məni görəndə hamı şoka düşdü. Ki, bəs deyirlər, onun başını kəsib. Dedim, valla mən özüməm gəlmişəm, kimsə sizə yanlış məlumat verir. Amma bu yaralanandan sonra 3 gün morqda qaldım. 3 gün. Harada? Qalmışam Bakıda. Bakıda morqda qalmışsınız. 3 gündən sonra giriblər yaralı götürməyə.
belə meyit götürməyə də, şəhid götürməyə. Ayılanda huşunuz özünüzdə idi, yoxsa? Tərpənmişəm, görüblər ki, ayılmışam. Gətiriblər, palataya qoyublar orada. İlk dəfə gözüm açanda özüm eşitdim ki, deyirlər ki, cavandı, tabutun yaxşı düzəltdirim. Bax, bunu özüm eşitdim. Düşmənlə düşmən kimi olsun. Siz indi bizim Azərbaycanlı qızlarımıza nə deyirdiniz? Nə tövsiyə edirdiniz? Mən Azərbaycan qızlarına deyərdim ki, mənim yolumu davam edəcəm. Xalqınızı düşmənlərdən qorusun. Amin. Allah mənim səngərli atsan qanını qoymasınlar etsin. Tibbi təchizatınız necə idi Aydınız o vaxtda? Tibbi təchizatımız, sana deyim ki, birini tapırdıq, birini tapırdıq. Məsələn, şəhid olurdu, ağ tapırdıq, xambıq tapırdıq, dava dərman tapırdıq. Dərmanı gəlirdim, özüm cibimdən pul qoyurdum, alırdım, aparırdım. Axı, yaralı çox olurdu, qutarırdı, axı bu dərmanın dalı gəlməlidir. Yoxdur, yenə də gəlirdi. Yenə də bax, bu nə qədər ki biz orada indi hərbidə olanda indi 500 qəpi bizə elə belə ya verərdim bir əskərək yapar xəşdə, ya da onu üst-üstə qoyub gəlib dava dərman alıb aparırdım. Özümdən, öz evimdən belə pul qoyub gəlib dava dərman alıb aparmış. Elə olubmu ki, dava dərmansız qalmışsınız, amma əskərə yardım eləmək lazım olub. Necə eləmişsiniz? Dava dərmansız həmişə mənim ehtiyatım olur, ehtiyatsız olmamışam. Həmişə arxada ehtiyat saxlamışam. Özü də həmişə özümlə daşımışam ki, bu mənim, məsələn, elə yerdə mənə lazım olar ki, əlim nə o yana çatar, nə bu yana, mən bunu də işlətməli olaram. Özümlə gəzdirmişəm ehtiyatlarımı həmişə. Heç heyli də darda qalmamışam. Amma olmayanda da olmur. Elə cüzi bir dərman olmur ki, o, hansı ki, onun heç qiymətli də deyil o dərman. Olur belə şeylər. Müharibədən sonra, bax, indi nə qədər əskərlərimiz qayıdacaq, sonra yaddaşda necə qalır? Unutmaq olur onları? O heç vaxt nə unudulmur, nə də ki, o keçən xatirələr, o gözün qabağında ki, olan haqq hesablar, o qanlar ki, axır, məsəl bir-birə kömək eləyir, bir-birə yardım eləyir, o heç vaxt adamı yadından çıxmır. Heç vaxt. Hər gün sizin orada yaşadıqlarınız yadınıza düşür? Hər gün orada yaşadıqlarım yadıma düşür. Hər gün o parça-parça doğranan oğlanların o bir parçası elə bil mənim ürəyimdən bir parça kəsib atırsan yerə. Elə təsəvvür edirəm. Çünki mənim də ürəyimdə qutarıb elə fikirləşməkdə. Çünki gözümün qabağında olublar onlar hamısı. Bir dəfə döyüşə girəndə bütöv qanın içində çıxır. O hamısı mənim ürəyimdə bu saat bir xatirədir, bir yadigardır. Elə oğlanların son kəlməsi mənim ürəyimdə xatirədir ki, yadigardır ki, o bu saat mənim beynimi bulandırır. Məsələn, sözün sualı verirsən də, anlayırsan, anlamırsan bilmirəm. Sözün qabağını deyirəm, arxa yadımdan çıxır. Unuduram. Çünki fikrim o yerlərdədir. Onlar hamısı mənim gözümün qabağından keçir. Snaryat gəlib doğrayıb parça-parça ət tökülüb başıma. Ağzım qanla dolur. Mən elə bilmişəm öz başımı yaralanıb, amma elə atmışam bir başımda ət parçası var. Sağından solundan gedən minaya düşsün. Partlasın, aşağı baxmışam gözüm minanın içində. Oturub onu zərərləşdirib keçmişəm. Mən sağ qalmışam. Nəyin faydası var? Böhrümlə gedən oğlanlar, nər kimi oğlanlar partlayıb havaya açır. Bunları kim unuda bilər? Rəmiz xanım, son kəlmə dediniz. İnsan, belə deyək də, ağır yaralı, şəhid olmazdan qabaq son kəlmələri nə olur?
Bax, eləsi olub ki, deyib ki, həkimlər qoymayırlar. Mənim nişanlım var. Demişəm, səni qoymayacam, elə sən narahat olma, dincəl, çox danışma, və sən çatdırım. Eləsi olub deyib, mənim 3 bacım var, məndən başqa qardaşı yoxdur. Məni qoymayırım, bacılarıma çatır. Eləsi olub ki, bir ana, bir balayam, qoyma məni öyle. Belə-belə o qədər sözlər. Onlar hamısı mənim ürəyimdə elə bir yaradır. Qoyma ölüm. Yəni, əskər ağlamaz. Biz onları ağlaya-ağlaya qanını almamışıq. Biz onları əllərimizlə qanını almışıq. Gülə-gülə onların qanını almışıq. O ki, şəhid olan əskərlərimiz var. Biz onları gülə-gülə qanını almışıq. Almışıq. Şəxsən mən özüm. Almışım. Onların qanını almışım. Ağlayırdınız heç onların yanında? Heç vaxt ağlamamışım. Əskər deyilən əskər mənim gözümün yaşını görmür. Yeri gələndə heç qardaşlarım da görmür gözümün yaşını. Bəs sonra? Dalda yatışanda ağlamışam. Çünki dolu ürək nətər olar. Həm anayam, həm bacıyam, həm 580 əskərin bacısıyam. Yuxunuza girir? Niyə girmir? Elə girir, elə girir. Elə o qanlı qadalı illər gəlir gözümün qabağından, kino lenti kimi keçir. Yatıram yuxuda görürəm ki, mən Cıdır düzündəyəm. Daşaltıdayam. Elə yatıram yuxuda görürəm, gəzdiyim yaylaqlardayam. Ona siz yaxşı yuxu deyirsiniz. Pis yuxunuz necə olur? Onu demək lazım deyil. Birdən özümü qanın içində görürəm. Ki, hər tərəfim qan gölüdür. Elə işlər görürəm qızım. Çox müharibə deyilən şey dəhşətdir. Müharibə dəhşətdir. Müharibə tökən, dağdan, qıran, öldürən, itirən, batıran bir şeydir. Amma müharibədə olmasa vətənimiz olmaz. Məsələn, igidlərimiz olmasa torpaqlarımız olmaz. Şəhidimiz olmasa vətənimiz olmaz. Deyir, torpaq uğrunda ölən varsa vətəndir. Vətən. Bizim vətənimiz, şəhidimiz varsa vətəndir. Amma yenə də deyirəm, qurban olum o analara ki, elə qəhrəman oğlanlar yetişdirib, vətən dardadır, vətənin harayına göndərib. Qurban olum o analara ki, qeyrətli oğlanlar yetişdirib, bugünkü günü o vətəni azad elətdirib, özü də mətin olub. Əlim belinə vurub deyib, vətən sağ olsun. Bax, onların qarşısında dönə-dönə baş əyirəm. Onlara mən qəhrəman ana deyirəm. Düzdür. Burada düzünü deyim, ana öz hisslərini yenə bir üzə verə bilən adamdır. Atalara mənim daha çox yazığım gəlir. Atalar içinə atır. Nə var ürəyinə salır. Doğrudur. Bədəninizdə nə qədər qındır? Qəlpə mi deyim? Biri var. Qəlpə deyil. Güllədir. Güllədir, biri var. Onurğa sütununuzda. Onurğada da biri var. İncidir? İncidir, 15-də bir zəhərləyir. Dava dərman sistemi özümə gəlirəm. Otura bilmirəm, incidir. Məsələn, çox əziyyət verir də. Çıxarmaq mümkündür. Olmaz, iflic olar deyir. İflic olar. Qələbədən sonra sizlə, çəkiliş qrupumuzla sizin getdiyiniz yolları bərabər gedərik. İnşallah. Orada yerində istəyirəm. Siz olduğunuz yerlərdən çəkək, orada yadınıza düşəcək hamısı. İnşallah, yaralandığım yerə. İnşallah. Allah can sağlığı versin, qələbəni bir yerdə İnşallah. Görək, Ağdərənin Qazancı kəndini. Qazancıda görüşənədir. Təşəkkür edirəm sizə. Sağ olun, mən də sizə təşəkkür edirəm çağırdığınıza görə.